Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə kimya 8-ci sinif dərslikdən maddə kütləsinin saxlanması qanunu dərsində olan öyrəndiklərinizi tətbiq edin blokundakı tapşırıqların izahına diqqət etdik. İlk suala diqqət edək. Dəmir lövhə verilmişdir. Bu lövhə oksigen mühitində qızdırılır və reaksiyaya daxil olan oksigenin kütləsini hesablayın. Deməli, əgər bu dəmir lövhə oksigen mühitində qızdırılırsa, dəmir lövhənin kütləsinin artımı bu oksigenin hesabına baş verir. Yəni, bu sonrakı kütlə ilə əvvəlki kütlə arasındakı fərq bizə artımın və ya oksigenin kütləsini verəcəkdir. Ona görə də mən sonrakı kütlədən, yəni artımdan sonraki kütlə 22,47-yə bərabərdir. Çıxıram, əvvəlki kütləni, dəmir lövhənin oksigen olmadan əvvəlki kütləsi 18,29-u, bu da bərabər olur 4,18-ə. Deməli, burada artım 4,18-dir, eləcə də oksigenin kütləsi də 4,18-ə bərabər olur. Niyə? Çünki bu artım dəmir lövhənin üzərinə əlavə olunan oksigenə görə baş verir. Sonra növbəti ikinci suala diqqət edirək. İkinci sualda bizə reaksiya zamanı maddələrin kütləsinin zamandan asılı qrafiki verilmişdir və bu qrafikə əsasən bizə şərtdə ilk öncə başlanğıc maddələr və reaksiya məhsullarını soruşur. Biz demişdik ki, maddə kütləsinin saxlanması qanununa əsasən başlanğıc maddələr getdikcə azalır və müəyyən bir qiymətdən başlayır. Alınan maddələr isə getdikcə kütlələri artır. Deməli, burada başlanğıc maddələr B və C maddələridir. Görürsünüz ki, kütlə getdikcə azalır. Əvvəl məsələn, C-nin kütləsi 20 idi, sonradan düşdü necəyə? 0-a. B-nin kütləsi əvvəlcə 20 idi, sonra aşağı düşdü, M-ə qədər azaldı. A maddəsi isə 0 idi kütləsi əvvəlcə, daha sonra kütləsi 23-ə qədər artdı. Deməli, burada A alınan maddədir, yəni reaksiya tənliyini mən bu şəkildə yaza bilərəm. B üzərinə gəlinsin C, alınır A maddəsi. Reaksiya tənliyi bu şəkildədir. Başlanğıc maddələri və ya reagentlər B və C, alınan maddə isə A maddəsidir, yəni reaksiya məhsulu. B variantında reaksiya daxil olmuş başlanğıc maddələrin kütlələri. Başlanğıc maddə, həm reaksiya daxil olmuş başlanğıc maddələrin kütlələri hər ikisi 20 qramdır. Görürsünüz ki, başlanğıc maddə nədən başlayır? 20 qramdan başlayır. Reaksiya zamanı, yəni reaksiya daxil olmuş başlanğıc maddələrin kütlələrini biz hesablamaq üçün 20 qramdan başlayır. Hər ikisi başlanğıcda 20 qram olur. Lakin bu 20 qramdan C maddəsi görürük ki, diqqətlə baxsaq, C maddəsi burada görürük ki, 0-a qədər azalmışdır. Bu qrafiki çəksəm, görürəm ki, C maddəsi buradan başlayıb, 20-dən başlayıb, C maddəsi tamamilə sərf olunub. Yəni 0-a qədər azalıb. Nə qədər reaksiya daxil olub soruşulursa, mən 20-dən 0-ı çıxıram. Yəni 20 qram C maddəsi burada sərf olunmuşdur. Lakin B maddəsi isə görürəm ki, başlanğıcda 20 qram olub, M-ə qədər sərf olunub. Yəni başlanğıcda 20 olub, M qram sonda artıq qalıb. Yəni M-də dayanıb. Nə qədər sərf olunub? 20 minus M qədər başlanğıc maddə, yəni B maddəsi sərf olunmuşdur. Və bizdən soruşur ki, M-in qiymətini hesablayın. Biz də demişik ki, reaksiya nəticəsində alınan maddələrin kütlələrinin cəmi, mən reaksiyanizi tərtib elədim. Bayaq, A bərabərdir, daha doğrusu B plus C bərabərdir A-ya, yəni B ilə C reaksiya daxil olur. B plus C alınır A maddəsi. Burada görürük ki, B maddəsinin kütləsi B nə qədər sərf olunub? 20 minus M qədər. Başlanğıcda 20 idi. M qədər artıq qalıb, yəni M-də dayanıb. Nə qədər sərf olunub? 20 minus M. 20 minus M qədər sərf olunub. Üzərinə gəlirəm. C-nin kütləsi neçədir? 20 idi, 0-a endi. Yəni 20 qram tamamilə sərf olundu. 20 qram C maddəsi nə qədər alınır? Reaksiya diqqətlə baxsaq, A maddəsi 0-dan başlayır, 23 qram alınır. Yəni 23 qram A maddəsi alınıb. Bu reaksiya tənliyində deməli, mən reaksiya tənliyini tərtib edərkən görürəm ki, 20 plus 20, 40 minus M bərabərdir 23-ə. 40-dan nəyi çıxanda 23-ə bərabər olur? M də bərabər olur 17 qrama. Deməli, M-in kütləsi 17 qram olmuşdur.
Bunun tənliyini də bu şəkildə tərtib elədik. Və bu reaksiyamız maddə kütləsinin saxlanması qanununa əsasən biz tərtib elədik. Yəni reaksiyada başlanğıc maddələrin kütlələrinin cəmi, hansı ki 20 minus MB-nin kütləsi idi, 20 də C-nin kütləsi. Başlanğıc maddələrin kütlələrini cəmlədim, cəmi alınan maddənin kütləsinə, yəni A-nın kütləsinə, qrafikə əsasən görürük ki 23 qram A maddəsi alınır. Kütləsinə bərabər etdim və oradan M-i tapdım. M də bərabər oldu 17-yə.